Sual olunur, məssi meyit qusulu dedikdə hansı qusul nəzərdə tutulur? Baxın, məssi meyit qusulu dedikdə bu qusullar nəzərdə tutulur ki, insan bir şəxs dünyasını dəyişə, istər böyük olsun, istər uşaq olsun, istər müsəlman olsun, istər kafir olsun, istər kişi olsun, istər qadın olsun, fərq eləməz. Əgər bir nəfər dünyasını dəyişdikdən sonra başqa bir insan, məsələn, gedib əlini həmin şəxsin bədəninə vursa, bunda bu şəxsin boynuna məssi meyit qusulu gələr. Bu şərtlə ki, həmin o vəfat edən şəxsin bədəni soyunmalıdır. Bildiyiniz kimi, insan vəfat edən kimi bədəni soyumur. Bədəni tədricən, yavaş-yavaş soyumağa başlayır. Əgər bu şəxsin bədəni soyuduqdan sonra insan bunun bədəninə əl vursa və eyni zamanda 3 qusulu tamam olmazdan əvvəl və bədəni soyuduqdan sonra bir nəfər həmin o vəfat etmiş şəxsin bədəninə öz əlini və yaxud da ki, bədəninin bir hissəsini çatdırsa, bu şəxsin boynuna məssi meyit qusulu gələr. Amma yox, həmin o vəfat etmiş şəxsin bədəni soyumazdan əvvəl, məsələn, vəfat eləyən kimi əlimi vurdum onun bədəninə ki, hələ bədəni soyumuyub. Bu halda həmin şəxsin boynuna məssi meyit qusulu gəlməz. Və eyni zamanda bu şəxs ki, 3 dənə quslu tamamlanıb. 3 quslu tamamlanıb və mən də getdim, əlimi vurdum bu şəxsin bədəninə. Bu halda da həmin şəxsin boynuna məssi meyit qusulu gəlməz. Məssi meyit qusulun necə almaq lazımdır? Buna gəldikdə isə insan niyyət eləyir. Məssi meyit qusulu alıram qurbətən ilallah və eyni zamanda eyni ilə cənabət qusulunu nə şəkildə alırsa, o şəkildə də məssi meyit qusulunu alırıq. Təkcə niyyətləri fərqlidir. Orada məsələn cənabət qusulu almağı niyyət edirdi. Burada deyəcək ki, məssi meyit qusulu alıram qurbətən ilallah. Sual olunur, boynunda bir neçə qusul olan bir şəxs onların hamısının əvəzinə bircə qusul ala bilərmi? Məsələn, fərz edək ki, bir şəxsin boynunda bir neçə qusul cəm olub. Fərz edək boynunda həm cənabət qusulu var, həm məssi meyit qusulu var, həm bir nəzr eləyib ki, o qusul da gəlib boynuna ki, bildiyimiz kimi vacib qusullardandır və eyni zamanda cümə günüdür, istəyir cümə qusulunu da alsın. 4 dənə qusul var bu şəxsin boynunda. Bu şəxs bunların hamısının niyyətini eləsə, bircə dənə qusul alsa kifayətdir. Hər bir qusul üçün ayrıca bir qusul almağa ehtiyac yoxdur. Hamısını niyyət edirəm, cənabət qusulu alıram, məssi meyit qusulu alıram, nəzr əhd üçün ki, həmin qusulu alıram, cümə qusulu alıram, qurbətən ilallah. Bunların hamısını niyyət eləsə, bircə dəfə qusulunu yerinə yetirsə, kifayət edəcəkdir. Sual olunur, namaz halında qızıl üzük, saat, qolbaq taxmaq namaza bir zərər yetirirmi? Məsələn, bir nəfərdir, namazda qızıl üzük taxır və yaxud da ki, qızıl saat taxır və yaxud da ki, qızıl qolbaq taxır. Baxın, burada qadınlarla kişilərin hökmü fərqlidir. Kişilərə bildiyiniz kimi namaz halında olmasa da belə qızıldan istifadə etmək icazəli deyil. Yəni, qızıl üzük taxmaları, qızıl saat taxmaları, qızıl qolbaq taxmaları, qızıl bilərcik taxmaları, qızıl sep taxmaları icazəli deyil. Bunlara haramdır. Və eyni zamanda bu işi namaz halında yerinə yetirsələr, məsələn, qızıl üzük taxıb namaz qılır, qızıl saat taxıb namaz qılsa, namazı da batıl olacaqdır. Amma xanımlara gəldikdə isə yox, xeyr, xanımlara qızıl taxmaq icazəlidir, haram deyildir və eyni zamanda həmən halda namaz da qılsalar, namazları da düz sayılacaq. Sual olunur, namaz qıldıqda qibləyə nə şəkildə durmalıyıq? Baxın, bildiyiniz kimi Məkkə şəhərində yerləşən Kəbə evi bizim qibləmiz sayılır. O şəxslər ki, Məkkə şəhərində yaşayırlar və Kəbə evini gözləri ilə müşahidə edirlər, onlara vacibdir ki, üzlərini tam şəkildə düz Kəbə evinə tutsunlar. Amma o şəxslər ki, Məkkə şəhərindən uzaqda yaşayırlar, məsələn, Məkkə şəhərini gözləri ilə müşahidə eləmirlər, Kəbə evlərinə tərəf üzlərini tutsalar və insanlar desə ki, bu qibləyə tərəf namaz qılır, bu kifayət edəcəkdir. Sual olunur ki, qadınlar heyvanın başını kəsə bilərlərmi? Baxın, qadınlar istər yanlarında kişi olsun, istər olmasın, heyvan başı kəsə bilərlər və kəsdikləri heyvan da halal sayılacaq.
Bu şərtlə ki, İslamın qoyduğu hökmlərə riayət eləsinlər. O şərtlər ki, qibləyə olmalıdır, heyvanın başı kəsilməlidir və bismillahla kəsilməlidir, bıçaqla, iti bir alətlə kəsilməlidir. Bu şərtlərə qadın da riayət eləsə, kəsdiyi heyvan halal sayılır və yeyilməsi də icazəlidir. Hətta yanında kişi də belə olsa. Amma gözəldir ki, o qadınlar ki, yanlarında kişi var, yaxşıdır ki, onlar bu işi, yəni kişilər bu işi icra eləsin. Amma hər bir halı ilə, əgər kişi də bunu icra eləməsə, qadın onu icra eləsə, qadın bu heyvanın başını kəssə, yeyilməsi halaldır və icazəlidir. Sual olunur, məğrib namazını qılmamış, səhvən işa namazını qıldım. Bu halda nə etməliyəm? Bildiyiniz kimi, məğrib namazı ilə işa namazı arasında tərtib var. Tərtib dedikdə də bu nəzərdə tutulur ki, insana gərəkdir ki, birinci məğrib namazını qılsın, sonra işa namazını qılsın. Əgər bilərəkdən məğrib namazından əvvəl işa namazını qılsa, namazı batıl olacaqdır. Bu ədada da belədir, qəzada da belədir. Məsələn, fərz edək ki, bir nəfər qəza namazını yerinə yetirmək istəyir. Buna yenə də lazımdır ki, birinci məğrib namazını qılsın, sonra işa namazını qılsın. Əgər bilərəkdən məğrib namazı, işa namazını qılsa məğrib namazından əvvəl, yenə də namazı batıl olacaqdır. Yəni tərtib dedikdə bu nəzərdə tutulur. Birinci insan məğribi yerinə yetirməlidir, sonra işa namazını yerinə yetirməlidir. Bu şəxs sual eləyir ki, deyir, mən səhvən bilmədən məğrib namazını qılmamış, işa namazını yerinə yetirdim. Bu halda mənim vəzifəm nədir? Namazım batıl sayılır ya düz sayılır? Baxın, bunu bölmək olar iki qismə. Birinci qism bundan ibarətdir ki, bu şəxs namazı qılıb qurtardıqdan sonra xatırladı. Məsələn, mən başladım məğrib namazını qılmamışdan əvvəl işa namazını qılmağa və namazı qılıb qurtardıqdan sonra xatırladım ki, mən məğrib namazını qılmamışam. Bu halda müctəhidlər buyurur ki, qıldığı işa namazı düzdür, düz sayılır, yenidən qılmağa ehtiyac yoxdur. Təkcə məğrib namazını qılsa kifayət edəcəkdir. Bu birinci hal. İkinci hal bundan ibarətdir ki, xeyr. Mən namaz əsnasında xatırladım. Allahu Ekber, niyyət elədim, təkbirətül ehram dedim, birinci rükəti qıldım, ikinci rükəti qıldım, namaz əsnasında xatırladım. Bu halda, əgər dördüncü rükətin rukusundan əvvəl xatırlasa, yəni rukunu yerinə yetirməzdən əvvəl xatırlasa, buradan niyyətini çevirəcək işa namazından məğrib namazına, məğrib namazını tamamlayacaq, məğrib namazı düz sayılır, təkcə işa namazını ondan sonra qılsa namazı düzdür. Bu birinci hal. İkinci halımız bundan ibarətdir ki, xeyr, dördüncü rükətin rukusuna getdikdən sonra xatırladı ki, mən məğrib namazını qılmamışam, işa namazını qılıram. Bu halda ağalar buyururlar ki, bu işa namazını tamamlayacaq və işa namazı düz sayılacaq, təkcə məğrib namazını qılsa kifayət edəcəkdir. Sual olunur ki, qız və oğlan uşaqlarının həddi buluğ yaşı nə qədərdir? Haçan bunlar həddi buluğ yaşına çatırlar? Baxın, qız və oğlan uşaqlarının həddi buluğ yaşı dedikdə bu nəzərdə tutulur ki, bunlar bu həddi buluğ yaşına çatdıqdan sonra qız uşağıdırsa buna vacibdir ki, namazını qılsın, orucunu tutsun və hicabını bağlasın. Əgər oğlan uşağıdırsa, həddi buluğ yaşına çatdıqdan sonra buna lazımdır ki, namazını qılsın, orucunu tutsun. Amma bu yaş həddinə gəldikdə isə, bu yaş haçan həyata keçir, qız uşaqlarında hicri qəməri tarixi ilə 9 il, miladi tarixi ilə gəldikdə isə, yəni bizim istifadə etdiyimiz tarixə gəldikdə isə 8 il, 8 ay 20 gündür təqribən. Təqribən 8 il, 8 ay 20 gündür. Amma oğlan uşaqlarına gəldikdə isə hicri qəməri tarixi ilə 15 il, miladi tarixi ilə isə 14 il, 6 ay, təqribən 15 gündür. Əgər qız və oğlan uşaqları bu yaş həddinə çatsalar, bunlara lazımdır ki, qız uşağıdırsa namazını qılsın, orucunu tutsun, hicabını bağlasın və oğlan uşağıdırsa buna lazımdır ki, namazlarını qılsın, oruclarını tutsun və başqa vacib əməlləri də yerinə yetirsin. Sual olunur, qusul aldığım zaman uzun saçları yumaq vacibdirmi? Baxın, burada müştəhidlər arasında, alimlər arasında müxtəlif görüşlər var. Bəzi alimlər buyururlar ki, xeyr, qusul aldığımız zaman xanımlar məsələn üçün çox vaxt uzun saçlara sahibdirlər. Bunlar qusul aldığı zaman uzun saçlarını yumağı vacib deyil. Əgər uzun saçları varsa, təkcə həmin saçlarının dibinə suyu çatdırsalar, qusulun suyunu çatdırsalar kifayət eləyəcək. Uzun saçları yumasalar belə qusulları düz sayılır. Amma bəzi müştəhidlər buyururlar ki, xeyr. Hətta bu qadınlar əgər uzun saçlara sahibdirlərsə, bunları uzun saçlarında yumaq vacibdir. Əks halda qusulları batıl olacaqdır. Vəssalamu aleykum və rəhmətullah.